Salam hörmətli izləyicilərimiz. Ayın 16-sı 3-cü ay 2025-ci il növbəti bazar çəkilişimiz. Bu dəfə daha çox avtomobil çəkməyə çalışacağım. Sizin üçün ilk maşın Kia Ceed modelidir. Buraxılış ili 2008-ci ildir. Mühərrik 2 litrlik dizel mühərrikdir. Avtomobilin yürüyüşü 334.000 kilometr. Heç bir problemi yoxdur. Qiyməti 14.800 manat. Əlaqə nömrəsi 099 876 0003. Ətraflı məlumat əldə etmək istəyənlər əlaqə saxlasınlar. Bu modellərin 2 motorunu mən görməmişdim, sözün düzü. Əgər siz bilirdinizsə qeyd edərsiniz. Salona da baxaq. Güzgülərin qatlanması var. Elektron tənzimlənən güzgülər, şüşə qaldıran 4 ədəd. ESP-nin söndürülməsi, işıqların idarə olunması, faraların, salonun işığının idarə olunması, multisükandır, sükandan multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması, avtomobilin həm işıq sensoru var, həm yağış sensoru var, 2 zonalı klimat kontrol kondisioneri və s. funksiyaları, oturacaqların qızdırıcıları da var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mexaniki sürətlər qutusu ilə təchiz olunub. Növbəti avtomobil Hyundai Sonata modelidir. Avtomobilin buraxılış ili 2009-cu ildir. Mühərrik 2 litrlik benzin mühərrikdir. Maşının yürüyüşü 425.000 kilometr. Qiyməti 14.000 manat. Əlaqə nömrəsi 055 865 40 40. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən avtomobili sizə tam göstərim. Salona da baxaq. Güzgülər elektron tənzimlənən güzgülərdir. Multisükan, sükanda multimediyanın idarə olunması var. Android monitoru, arxa kamerası, sadə kondisioner sistemi və parça salon. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Buraxılış ili 2014-cü ildir. Mühərrik 1.6 litrlik dizel mühərrikdir. Koreyadan gəlmə maşındır. Şəxsi istifadədədir. Heç bir problemi də yoxdur. Udarı vuruğu yox. 212.000 kilometr maşının yürüyüşü var. Qiymət 20.500 manat. Əlaqə nömrəsi 051 421 33 34. Ətraflı məlumat əldə etmək istəyənlər zəhmət olmasa əlaqə saxlasınlar. Maşının salonuna da baxaq. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Sükanın qızdırıcısı var. Avtostopu var. Qara dəri salon. Oturacaqların qızdırıcısı var. 2 zonalı klimat kontrol kondisioneri, monitor, arxa kamera, bluetoothla avtomobilə qoşulma, multisükan, sükanda multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması mövcuddur. Həmçinin maşının işıq sensoru da var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Mitsubishi L200 modelidir. Pick-up. Buraxılış ili 2006-cı ildir. Avtomobilin mühərrik 2.5 litrlik turbo dizel mühərrikdir. Avtomobilin təkərləri təzədir. Mexaniki sürətlər qutusu 282.000 kilometrdə avtomobilin yürüyüşü var. Qiyməti 19.500 manat. Əlaqə nömrəsi 055 200 12 24. Ətraflı məlumat əldə etmək istəyənlər qeyd etdiyim nömrə ilə əlaqə saxlamağınız xahiş olunur. Maşına tam baxış keçirdək. Dörd şüşə qaldıran, güzgülər elektron tənzimlənən, faralar elektron tənzimlənən, Android monitor, arxa kamerası və kondisioneri var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Mercedes E320 modelidir.
Buraxılış ili 2004-cü ildir. Mühərrik 3.2 litrlik benzin mühərrikdir. Avtomobildə yürüş 187.000 kilometr, qiyməti 17.500 manat, nömrəsiz. Avtomobilin üstündə 10-la bahalı nömrə var. Nömrə ilə birlikdə isə danışılmaq mümkündür qiymətdə. Əlaqə nömrəsi 055 250 17 77. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşının hər bir hissəsini sizə çəkim. Çox səliqəlidir. Dərisi, kojası, arxada hər iki tərəf üçün klimat kontrol kondisionerin çıxışı var. Tam panoramik tavandır avtomobil. Yuxarıdan da çəkim. Elektron tənzimlənən oturacaqlar və 3 ədəd yaddaş paketi, güzgülər elektron tənzimlənəndir. İşıq sensoru var. Avtomobildə faraların yuyulması var. Multisükandır. Sükanda multimediyanın və bortavoy kompüterin idarə olunması. Cruise kontrolu var. Avtomobilin 2 zonalı klimat kontrol kondisioner, zavodskoy monitoru, qabaq oturacaqların qızdırıcısı da mövcuddur avtomobildə. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Avtomobilin mühərrik hissəsində sizə nümayiş edirəm. Səliqəli, təmiz, 6 silindrlik V6 3.2 motor benzin motordur. 224 at gücündə olur. Bütün motoru səliqəli, qaraj maşınıdır, az sürülən avtomobildir. Ətraflı məlumat üçün təkrar qeyd edirəm, əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Grandeur modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. VIN-kod 2016. 2.2 litrlik dizel mühərrikə təchiz olunub. 250.000 kilometr avtomobilin yürüyüşü var. Qiyməti 29.900 manat. Əlaqə nömrəsi 050 329 44 22. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşına tam baxış keçirdək. Tam panoramik tavan. Qapılarda açarsız daxil olma. Oturacaqlar elektron tənzimlənən və 2 ədəd yaddaş paketi, güzgülər elektron tənzimlənən və qatlanan dəri oturacaqlardır. Qızdırıcısı var, sürüş rejimləri var. Multisükan, sükanda multimediyanın idarə olunması və sükanın qızdırılması var. Sükan özü elektron formada tənzimlənən sükandır. İşıq sensoru var avtomobilin. Yağış sensoru da var deyəsən. Oturacaqların 4-ünün də qızdırıcısı var. Qabaq oturacaqların həmçinin soyuducusu da mövcuddur. 2 zonalı klimat kontrol kondisioneri, monitor arxa kamerası və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Ravon R3 modelidir. Avtomobilin buraxılış ili 2020-ci ildir. Maşına xüsusi maraq göstərilib, xərc qoyulub, yığılmışdır. Lupa, faralar, BBS disklər, güzgülər dəyişdirilib, aparaturası var avtomobilin və s. funksiyaları var. 1.5 litrlik benzin mühərrik 2020-ci il 136.000 kilometr yürüyüşü var. Probegi 17.500 manat qiymətidir. Avtomobilin nömrəsi satılır, qeyd edeyim. Əlaqə nömrəsini qeyd edirəm 070 835 45 45. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Salona baxaq. 4 ədəd şüşə qaldıran, güzgülər elektron tənzimlənən, faraların elektron tənzimlənməsi, kondisioneri var, mexaniki sürətlər qutusu, Android monitor və arxa kamera. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra hatchback modelidir. Avtomobilin buraxılış ili 2016-cı ildir. Mühərrik 2 litrlik benzin mühərrikdir. 127.000 mil avtomobilin yürüyüşü, yəni probegi var. Qiyməti 18.000 manat. Əlaqə nömrəsi 050 326 14 26.
Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşına tam baxaq. Salonuna baxış keçirdik. 4 ədəd şüşə qaldıran, güzgülər elektron tənzimlənən, multiskandır, sükandan multimedia idarə olunması, cruise control, yəni avtopilotun idarə olunması, sadə kondisioner sistemi, Android monitor, arxa kamerası və avtomat sürətlər qutusu. USB, AUX, iPod çıxışları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən sizə VIN kodu da çəkirəm. İstəyən baxa bilər. Növbəti avtomobil Toyota Fielder modelidir. Avtomobilin buraxılış ili 2018-ci ildir. Mühərrik 1.5 litrlik hibrid mühərrikdir. Avtomobilin 170.000 kilometr yürüşü var. 22.400 manat qiyməti. Əlaqə nömrəsi 050 419 94 60. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının salonunu da çəkim sizə göstərim. Bağlıdır. Açdım. 4 ədəd şüşə qaldıran, güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Toqquşma xəbərdarlığı var, işıq sensoru var, zolaqdan çıxma xəbərdarlığı var. Sükanda cruise kontrolun idarə olunması, işıq sensoru var. Avtomobilin monitoru, arxa kamerası və klimat kontrol kondisioneri. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. EV mod, Eco mod və faraların tənzimlənməsi də var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Audi A4 modelidir. Avtomobilin buraxılış ili 2008-ci ildir. Mühərrik 1.8 litrlik turbo benzin mühərrikdir. Avtomobilin 199.000 kilometr yürüşü, yəni probegi var. Qiyməti 14.500 manat. Əlaqə nömrəsi 055 553 42 41. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının digər hissələrinə də baxaq. Lüku var. Qapıda açarsız daxil olması var. Dəri salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlardır. Güzgülər elektron tənzimlənən, qatlanan və qızdırılan güzgülərdir. Yan güzgülər. İşıq sensoru var maşının. Multisükandır. Sükanda multimediyanın idarə olunması var. Cruise kontrolu, yəni avtopilotu, elektron ələyləci avtomobilin, 2 zonalı klimat kontrol kondisioneri, monitoru və s. funksiyaları mövcuddur. Avtomobilin motorunun yağı, korobkasının yağı hər biri yeniliksə dəyişdirilib. Yəni hal-hazırda heç bir xərc tələb etmir. Növbəti avtomobil Kia Forte modelidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Mühərrik 2 litrlik benzin mühərrikdir. 171.500 mil maşının yürüşü var. Qiyməti 20.000 manat. Əlaqə nömrəsini qeyd edirəm. 050 671 20 23. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Salonuna da baxaq. Maşının qapıda açarsız daxil olma. Güzgüdə kör zona xəbərdarlığı var. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülər. Kör zonanın düyməsi və zolaq tanıma funksiyası. Avtomobildə VIN kodu çəkirəm. İstəyən pauza verib götürüb baxa bilər. Parça salondur. Multisükan, sükanda multimediyanın idarə olunması və cruise kontrol, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var maşının. Sadə kondisioner sistemi, monitoru, arxa kamerası
və s. funksiyaları mövcuddur. Mühərrik də start-stop düyməsi ilə işə salınır. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Toyota Corolla modelidir. Avtomobilin buraxılış ili 2024-cü ildir. 1.8 litr hibrid mühərriklə təchiz olunub. Yürüşü cəmi 22.670 km. Avtomobilin qiymət ilkin ödəniş hazır kreditdədir. İlkin ödəniş 11.000 manat. 30 ay 1160 manatdan krediti qalıb. Əlaqə nömrəsi 055 261 11 26. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşının lüku var. Salonuna baxaq. 4 ədəd şüşə qaldıran, güzgülər elektron tənzimlənən, multiskandır, skandan multimedia və cruise kontrolun idarə olunması var. İşıq sensoru var avtomobilin. Mühərrik start-stop düyməsi ilə işə salınır. Monitor, touchscreen, kondisioner, klimat kontrol və s. funksiyaları mövcuddur. Sürüş rejimləri, EV mod və s. Elektron əl əyləci və avtohold funksiyası. Növbəti avtomobil Toyota Prius modelidir. Avtomobilin buraxılış ili 2016-cı ildir. Mühərrik 2016-cı ilin sonudur. Hətta mühərrik 1.8 litrik hibrid mühərrikdir. 117.000 km maşının yürüşü var. Son qiymət 23.000 manat. Əlaqə nömrəsi 050 643 95 05. Maşallah bazarda o qədər maşın çoxdur ki, bir-birinə çox yaxın saxlayıblar. Keçə bilmirəm. Keçin bu biri tərəfdən sizə salonda göstərim maşının. Salon. Dəri salondur avtomobil. Qapıda açarsız daxil olması. Güzgülər elektron tənzimlənən. Elektron duman işıqları. Multiskandır, skandan multimedia idarə olunması və cruise kontrolun idarə olunması. İşıq sensoru var avtomobilin. Zolaqdan çıxma xəbərdarlığı var. Cruise kontrol, yəni avtopilot. Start-stopla mühərrikin işə salınması. Monitoru, arxa kamerası. Sürüş rejimləri, elektron əl əyləci və s. funksiyaları mövcuddur. Və klimat kontrol, kondisioner həmçinin. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Grandeur modelidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Mühərriki 2.2 litrlik dizel mühərrikdir. Avtomobilin 200.000 km yürüşü var. Damı tam panoramik tavan, qapıda açarsız daxil olma, güzgülər, qatlanan güzgülər, Michelin təkərlər, 37.500 manat avtomobilin qiymətidir. Üzr istəyirəm. Əlaqə nömrəsi 051 666 44 33. Qiymətdən avtomobilin kiçik kosmetik xərci var. O çıxılacaq. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Qapıda açarsız daxil olma, güzgülərdə kör zona xəbərdarlığı, güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. 2 ədəd yaddaş paketi, qara dəri salon, oturacaqlar elektron tənzimlənən oturacaqlardır. Kör zonanın düyməsi, multiskandır, skandan multimedianın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Skan özü elektron tənzimlənən skandır bütün istiqamətlərdə. Avtomobilin işıq sensoru və yağış sensoru var. Bəli. Deməli, sürüş rejimləri, elektron əl əyləci, avtohold funksiyası, avtostop funksiyası, 2 zonalı klimat kontrol kondisioneri, bütün oturacaqların qızdırıcısı, qabaq oturacaqların həmçinin soyuducusu da var. Monitoru, monitoru, arxa kamerası, analog
saat. Avtomobilin üzərində 3000 manat dəyərində aparatura da yığılmışdır. Start-stopla mühərrikin işə salınması və s. funksiyaları var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Nissan Sunny modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. Mühərrik 1.5 litrlik benzin mühərrikdir. Avtomobilin yürüyüşü 216.000 kilometr. Qiyməti 12.500 manat. Əlaqə nömrəsi 055 533 55 34. Real alıcı olsa qiyməti aşağı salmaq mümkündür. Razılaşma olar. Arxa kamerası var. Avtomobilin salonuna baxaq. Aşağı üstündə düşdü. 4 ədəd şüşə qaldıran güzgülər elektron tənzimlənən güzgülərdir. Multiskandır, skandan multimedia idarə olunması var. Monitoru, arxa kamerası qeyd etdiyim kimi və kondisioner sistemi mövcuddur. Bagajı da salondan açmaq üçün düyməsi var. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Ford Escape modelidir. Avtomobilin buraxılış ili 2016-cı ildir. VIN kod 2017. 2 litrlik benzin mühərrikə təchiz olunub. Heç bir problemi yoxdur. 214.000 kilometr avtomobilin yürüyüşü var. Qiyməti 22.500 manat. Real alıcı olduqda qiymətdə razılaşmaq olar. Əlaqə nömrəsi 070 724 40 24. Arxa kamerası, monitoru, bagaj elektrondur, elektron açıq bağlaması var. Kör zona xəbərdarlığı var güzgülərdə. Salonuna baxaq. 4 şüşə qaldıran, güzgülər elektron tənzimlənən, qara dəri salon, oturacaqlar elektron tənzimlənən. VIN kodu çəkirəm, istəyən olsa pauza verib götürüb baxa bilər məlumat üçün. Multiskandır, skanda multimedianın və cruise control, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru var. Elektron ələyləci, 2 zonalı klimat kontrol kondisioneri, qabaq oturacaqların qızdırıcısı mövcuddur. Monitoru, arxa kamerası və sync səs sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Kia Sorento modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 2 litrlik dizel mühərrikdir. Qabaq çəkəndir. Avtomobil 123.000 kilometr maşının yürüyüşü var. Qiyməti 38.000 manat. Əlaqə nömrəsi 055 799 96 99. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Sürəndə də o Damı tam panoramik tavan. Qapıda açarsız daxil olma. Dəri salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. 220 volt çıxışı var. Bagajın salondan açılması, multiskandır, skandan multimedianın idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. Yağış sensoru və işıq sensoru mövcuddur. Avtomobildə elektron ələyləci, auto hold funksiyası, sürüş rejimləri, avtostop funksiyası, 2 zonalı klimat kontrol kondisioner, oturacaqların hamısının qızdırıcısı var. Qabaq oturacaqların həmçinin soyuducusu da mövcuddur. Sükanın qızdırılması var. Start-stopla mühərrikin işə salınması, monitor, arxa kamerası və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai i30 modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 1.4 litrlik benzin mühərrikdir. Avtomobilin 150.000 kilometr yürüyüşü var. Orijinal yürüyüşdür. Qiyməti 15.800 manat. Əlaqə nömrəsi 055 753 03 53. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşının salonunu da sizə göstərim.
Salona baxaq. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Multisükandır. Sükandan multimediyanın və cruise kontrolun idarə olunması var. İşıq sensoru var. Avtomobilin mexaniki sürətlər qutusu, oturacaqların qızdırıcısı, klimat kontrol, kondisioner və sadə multimediya sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Sportage modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. Mühərrik 2 litrlik dizel mühərrikdir. Avtomobilin yürüyüşü 150.000 kilometr. Qiyməti 25.700 manat. Əlaqə nömrəsi 055 753 03 53. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Qapıda açarsız daxil olma. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Aktiv eko funksiyası, multisükan, sükanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru mövcuddur. Sadə kondisioner sistemi, sadə multimediya sistemi və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Sükanın qızdırıcısı var. Növbəti avtomobil Kia Sorento modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 2.4 litrlik benzin mühərrikdir. Avtomobilin yürüyüşü 170.000 kilometr. Əla vəziyyətdədir. Qiyməti 25.000 manat. Son qiymətdir. Əlaqə nömrəsi 050 321 54 74 və digər nömrəsi 070 832 10 55. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin damı tam panoramik tavan. Qapıda açarsız daxil olma. Salon dəri salondur. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. Multisükan, sükanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru mövcuddur. Qabaq oturacaqların qızdırıcısı var. Avtomobildə 2 zonalı klimat kontrol, kondisioner, Android monitor, arxa kamera, start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Avante modeli, yəni Elantra modelidir. 2015-ci ildir. Mühərrik 1.6 litrlik dizel mühərrikdir. Koreyadan gətirmə maşındır. 111.000 kilometr avtomobilin yürüyüşü var. Qiyməti 20.700 manat. Əlaqə nömrəsi 070 990 71 00. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Arkada parktroniklər var. Salona baxaq. Güzgülər elektron tənzimlənən, şüşə qaldıranlar, avtostop funksiyası var, aktiv eko funksiyası, multisükandır, sükanda multimediyanın idarə olunması və cruise kontrolun idarə olunması var. Sadə kondisioner sistemi və sadə multimediya sistemi. AUX, iPod, USB çıxışları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Nissan Kicks modelidir. Avtomobil servis maşınıdır. Buraxılış ili 2022-ci il. 1.6 litrlik benzin mühərrik. 29.000 kilometr avtomobilin yürüyüşü var. 5 ildə servis qarantiyası mövcuddur. Qiyməti 31.500 manat. Avtomobilin əlaqə nömrəsi 050 210 70 89. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşının salonuna da baxaq. Güzgülər elektron tənzimlənən 4 ədəd şüşə qaldırıcı, multisükandır, sükandan multimediyanın və cruise kontrolunun idarə olunması var. Avtomobildə işıq sensoru var, bagajın salondan açılması, sadə kondisioner sistemi, monitoru, arxa kamerası,
və s. funksiyaları mövcuddur. Daha ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Toyota Aqua modelidir. Buraxılış ili 2019-cu ildir avtomobilin. Mühərrik 1.5 litrlik hibrid mühərrikdir. 75.000 mil avtomobilin yürüyüşü var. Qiyməti 21.800 manat. Əlaqə nömrəsi 055 716 94 25. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşının salonuna da baxaq. Qapıda açarsız daxil olma var. 4 şüşə qaldıran, güzgülər elektron tənzimlənən, zolaqdan çıxma və toqquşma xəbərdarlığı, duman işıqları avtomatik, işıq sensoru da var. Multiskandır, skandan multimediyanın və kruz kontrolunun idarə olunması var. Avtomat sürətlər qutusu, klimat kontrol kondisioneri, monitor, arxa kamera, həmçinin start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai i30 modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. Mühərrik 1.6 litrlik dizel mühərrikdir. Almaniyadan gətirmə maşındır. 200.000 kilometr avtomobilin yürüyüşü var. Qiyməti 16.500 manat. Əlaqə nömrəsi 070 535 19 19. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Salona baxaq. Güzgülər elektron tənzimlənən, multiskandır. Skanda multimediyanın idarə olunması var. Mexaniki sürətlər qutusu, 2 zonalı klimat kontrol kondisioneri, sadə multimedia sistemi, bluetoothla multimedia qoşulma var. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Tucson modelidir. Avtomobilin buraxılış ili 2016-cı ildir. Mühərrik 1.7 litrlik dizel mühərrikdir. Avtomobilin yürüyüşü 127.000 kilometr. Qiyməti 26.000 manat. Əlaqə nömrəsi 050 692 37 74. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən sizə maşını nümayiş edeyim. Qabağı və arxanı çəkən video registrator, arxa kamerası, damı tam panoramik şüşə tavandır. Qapıda açarsız daxil olma var. Qara dəri salondur. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülər, multiskan, skanda multimediyanın və kruz kontrol, yəni avtopilotun idarə olunması var. Sürüş rejimləri, avtostop, enişdə kömək funksiyası, oturacaqların qızdırıcısı var, 2 zonalı klimat kontrol kondisioner, arxa oturacaqlarında qızdırıcısı mövcuddur. Monitoru, arxa kamerası, start-stopla mühərrikin işə salınması, USB, AUX çıxış və s. funksiyalar mövcuddur. Sükanın da qızdırılması var. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2013-cü ildir. Mühərrik 1.8 litrlik Dodge benzin mühərrikdir. Sadə mühərrik. 164.000 kilometr, 102.000 mil, yəni yürüyüşü var, yəni probegi var avtomobilin. Problemsiz maşındır. Qiyməti 18.600 manat. Əlaqə nömrəsi 070 310 02 89. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin problemi yoxdur. Səliqəli avtomobildir. Qapıda açarsız daxil olma var. Maşının lüku var. Salon dəri salondur. Güzgülər elektron tənzimlənən güzgülər. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. VIN kodu çəkirəm. Kim istəsə pauza verib baxa bilər. Arxa oturacaqlar dərisi vapşe ideal vəziyyətdədir. Yəni heç oturulmamış kimi. Multiskan, skanda multimediyanın və kruz kontrol, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru mövcud.
2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, start-stopla mühərrikin işə salınması, monitoru, arxa kamerası. Ətraflı məlumat əldə etmək istəyənlər qeyd etdiyim nömrə ilə əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Kia Sportage avtomobilidir. Maşının buraxılış ili 2015-ci ildir. Tam B-klass avtomobildir. Koreyadan yeni gətirilib, dekabr ayının axırında gəlib. 2 litrlik dizel mühərrik, 240 min kilometr orijinal probegi var. Avtomobilin qiyməti 25 min manat. Əlaqə nömrəsi 077 565 00 68. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Salonuna da baxaq. Qara dəri salondur. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülər. Ekoaktiv funksiyası, yoxuşda kömək funksiyası, multisükan, sükanda multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var avtomobilin. Sadə kondisioner sistemi, monitoru, arxa kamerası, avtomat sürətlər qutusu, AUX, USB çıxışları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Chevrolet Malibu avtomobilidir. Avtomobilin buraxılış ili 2020-ci ildir. Mühərrik 1.5 litrlik turbo benzin mühərrikdir. Yürüşü 92 min mil avtomobilin. Qiyməti 22.500 manat. Əlaqə nömrəsi 077 733 38 30. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Arxa kamerası, avtomobilin qapıda açarsız daxil olma. VIN kodu çəkirəm. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülər. Oturacaqlar elektron tənzimlənən oturacaqlardır. İşıq sensoru var. Avtomobilin multisükan, sükanda multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması var. 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitor, arxa kamera və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur.